Salam, hər vaxtınız xeyir. Növbəti dərsimizə xoş gəlmisiniz. Mən istəyirəm ki, bu dərsdə ümumi Docker nədir, Docker anlayışı haqqında sizə bir məlumat verim. Sonra növbəti dərslərdə biz artıq Dockerdən istifadə eləyərək, orada bir veb applikasiya qaldıracağıq və daha sonra veb applikasiya üzərində müəyyən qədər testlər aparmağa çalışacağıq. Yəni bu əslində bizim veb applikasiya testlərinə, veb hücumları keçməzdən öncəki demək olar ki, son dərslərimizdən biridir. Qeyd etdiyim kimi bundan sonraki dərslərdə isə inşallah davamlı şəkildə veb testlərə, veb hücumlara və bununla əlaqəli digər mövzulara göz gəzdirəcəyik. Qeyd etdiyim kimi biz burada əslində Dockerdən istifadə edirik deyə mən istəyirəm ilk olaraq Docker nədir, bunun haqqında bir məlumatınız olsun. Daha çox uzatmadan istəyirsiniz videomuza keçid eləyək. Docker ümumiyyətlə nədir? Docker virtualizasiya ilə əlaqəli bir mövzudur eyni şəkildə. Biz virtualizasiya haqqında çox geniş şəkildə danışmışdıq və orada Docker və mikroservislər haqqında da bir məlumat vermişdik. Docker belə nəzərdə tuta bilərsiniz ki, balaca konteynerlardır və bunların içində biz proqram təlimatının müxtəlif hissələrini və yaxud ayrıca applikasiyaları test etmək üçün bir mühit, izolyasiya olunmuş bir mühit yaradırıq. Bəs bunun virtuallaşdırma ilə fərqi nədir? Buna müəyyən qədər bir toxunaq. Virtualizasiyada biz demişdik ki, fiziki resursları virtual mühitlərə bölürsən və bunların hər birində müxtəlif applikasiya üçün bir əməliyyat sistemi qaldırırsan və müxtəlif məqsədlərdən ötürü istifadə edirsən. Docker də eyni məntiqə uyğundur və yəni Dockerdə istifadə etdiyimiz konteynerlərdən söhbət gedir. Sadəcə burada fərq nədən ibarətdir? Docker sənə nisbətən daha sürətli və daha rahatlıqla idarə oluna bilən bir test mühiti təklif edir. Çünki baxın xatırlayacağınız üzrə bu bizim tip 2 virtualizasiya idi, hypervisor idi. Bu növündə məsələn deyək bizdə bir hardware var idi. Burada aparat olaraq qeyd olunub. Ondan sonra HostOS gəlirdi. Məsələn Windows ola bilər, Linux ola bilər. Ondan sonra virtual maşınlar gəlirdi və hər virtual maşının üzərində bir əməliyyat sistemi olmalı idi ki, məsələn guest OS deyirlər buna da. Qonaq əməliyyat sistemi olmalı idi ki, onun üzərində bir tətbiq qoya bilək və onu sonradan test edə bilək. Məsələn, bunu da qeyd etmişdik nümunələri. Nəsə oralara çox toxunmayacağam indiki dərsdə. Lakin gördüyünüz üzrə bunların hər biri həm resursdan yeyir, həm də belə deyim müəyyən qədər baş ağrıda bilər. Çünki qeyd etdiyimiz kimi hər bir virtual maşın üçün sən spesifik olaraq belə deyim bir resurs ayırmalısan və bunların üzərində bir əməliyyat sistemi qurub ondan sonra sən artıq tətbiqi install etməlisən. Ancaq konteynerlər və Docker anlayışında bu biraz belə işləmir, biraz fərqli işləyir. Baxın yenə arxitektura eyni olaraq başlayır, hansı ki aparat hissəsindən başlayır, hardware'imizdən. Ondan sonra host kernel olur və artıq bunun üzərinə konteynerlər qurulur. Yəni burada sənin verdiyin virtual maşında, hansı ki biz virtuallaşdırma texnologiyasından sırf danışırıqsa, burada sən verdiyin virtual maşındakı resurs aparatdan sən belə deyim hissələrə bölməliydin və hərəsinə uyğun bir resurs ayırmalıydın. Ancaq konteynerlərdə bütün resurslar core olaraq host kernelinin belə deyim tutumundan çəkilir. Yəni hissələrə bölünərək tətbiq oluna bilər. Məsələn burada bir məlumat da verib, hər konteyner HostOS-in nüvəsini paylaşır, lakin bunu izolyasiya edilmiş bir mühitdə icra edir. Baxın burada da yəni müəyyən qədər yenə fərqləri sizə izah eləyib. Hər VM tam əməliyyat sistemini daşıyır. Bu təbii ki ağırdır və yavaş işləyir. Konteynerlərdə isə HostOS nüvəsini paylaşır. Yüngül və sürətli şəkildə sən bu test mərhələsini deyək məsələn DevOps-da ola bilsin və yaxud hansı bir applikasiyanı test edirsənsə, daha rahat və daha sürətli şəkildə icra edə bilirsən. Sonra keçək növbəti hissəyə. Ümumiyyətlə Docker nədir? Buna qısaca toxunaq. Docker tətbiqləri konteynerlərə yerləşdirib idarə etmək üçün açıq mənbəli bir platformadır. İstənilən əməliyyat sistemində rahatlıqla işləyə bilir. Əsas fərqini də biz bayaq da vurğuladıq. Üstünlüklərindən biri də o idi ki, sürətli şəkildə sən bunları işə sala bilirdin. Hansı ki növbəti dərsimizdə biz artıq Dockerin üzərində veb applikasiya qaldıran zaman siz bunun necə asanlıqla idarə olunduğunu özünüz detallı şəkildə görəcəksiniz. Yəni burada konfiqurasiyadır və s. sən belə problemlərlə əlləşmə məcburiyyətində qalmırsan. Sadəcə Docker install edirsən, run edirsən və onun üzərində qaldırmaq istədiyin servisi qaldırırsan və rahatlıqla işə düşür və belə deyim, məqsədə çatmış olursan. Və bu eyni şəkildə DevOps-da da müəyyən qədər dediyimiz, yəni çox geniş şəkildə istifadə olunur. İnkişaf, test və istehsal mühitləri arasında tam uyğunluq yaradaraq DevOps-un iş axınlarını sürətləndirir. Ondan sonra bizdə gəlir Dockerin arxitekturası. Dockerin arxitekturasını da siz buradan görə bilərsiniz. Bir Docker engine var. Docker engine üzərində Docker imizləri olur. Hansı ki bu imizlər şablonlar və qurma təlimatlarından ibarətdir. Ondan sonra da Docker konteynerlər gəlir. Hansı ki bunların hər biri bir instans olaraq nəzərdə tuta bilərsiniz. Bu konteynerin içində hər birinin içində belə deyim bir applikasiyanı biz run eləyə bilərik. Docker engine əsas işləmə mühitidir. İmiz, şablon və təlimatlar saxlayır. Konteyner isə bu şablonlardan yaradılan canlı proqram paketləridir. Məsələn bizim nümunədə bu Dəm vulnerable web application olacaq. Bu üç komponent birlikdə tam konteyner ekosistemini yaratmış olur. Docker biz dedik ki, bizə konteyner təklif eləyir. Siz burada Kubernetes sözünü də eşidə bilərsiniz. Məsələn, Dockerləri idarə eləyə bilən, belə deyim, o mühiti yaradan
proqram təminata biz eyni şəkildə Kubernetes deyirik, texnologiya Kubernetes deyirik. Bunun vasitəsilə Docker orchestration dediyimiz proses icra olunur və prosesi rahatlıqla icra edə bilirik. Bunun haqqında da inşallah gələcəkdə bir videolar çəkməyə çalışacağam. Üstünlükləri burada bir daha qeyd edilib. Portativlikdir, konteyner sistemli mühitdə, inkişaf test və istehsal serverlərində eyni cür işləyir. Effektivlikdir, bundan bayaq danışdıq və konsistentlikdir. Mənim kompüterimdə işləyir, problem tarxa qarşı bütün komandalar eyni mühitdə çalışa bilir. İndi mən istəyirəm biraz danışım mikroservis arxitekturasından. Bu hissəni keçirəm. Bu Docker Hub Google yazaraq görə bilərsiniz. Burada hazır instanslar və s. var. Siz onu yükləyərək open source, yəni ödənişsiz bir şəkildə özünüzdə istifadə edə bilərsiniz qaldırıb. Bunu keçirəm, mikroservis arxitekturasından danışmaq istəyirəm. Bu əslində qeyd etdiyimiz Docker olsun, mikroservis arxitekturası olsun, konteynerlər olsun, əslində proqramlaşdırmadan və hansısa bir proqram təminatını inkişaf elətdirməkdən yaranan problemlər əsasında inkişaf elətdirilib. Çox uzun cümlə oldu, bilirəm, ancaq nə demək istədiyimi indi sizə izah eləyəcəm. Belə düşünə bilərsiniz, bir proqram təminatının ilk olaraq monolitik şəkildə bir versiyası var idi. Bu proqram təminatının inkişafı mərhələsindən söhbət gedir. İlk versiyada artıq bütün belə deyim baş verən proseslər xaotik şəkildə baş verirdi və günün sonunda proqram təminatı yazılırdı, ancaq belə deyim hissələrə bölünməmişdi. Sadəcə bir qrupun içində bütün proseslər idarə olunurdu. Ondan sonra hal-hazırda belə deyim yenə də aktiv şəkildə istifadə olunan digər bir model gəldi. Bu modeldə 3 layer var, müxtəlif layer. Hansı ki bizim hər birimizin bildiyi front-end, back-end və databaza hissələrindən ibarətdir. Burada isə belə deyim mütəxəssislər 3 müxtəlif qrupa ayrılırdılar. Hər biri öz mərhələsində development prosesini icra eləyirdi və daha sonradan bu birləşdirilərək bir proqram təminatı yaradılırdı. Bunda yenə bəzi problemlər var idi. Daha sonra isə son versiya olan və bizim indi danışdığımız mikroservis arxitekturası hissəsi gəldi. Mikroservis hissəsində isə bizim API-lər dediyimiz API-lərdən istifadə olunan belə deyim yeni bir texnologiya artıq istifadəyə verilib. Yəni bir proqram təminatının içində deyək ödəniş sistemini hər bir proqram özünə özəl yazmaq əvəzinə bir ödəniş sisteminin API-dən istifadə edərək bir mikroservis arxitekturası vasitəsilə inteqrasiya edə bilir. Məsələn siz burada görə bilərsiniz ki, out service var, API Gateway var, database servis var, frontend servis var, cache servis var. Bunların hər biri müxtəlif servislərdir. Mikroservis arxitekturası vasitəsilə, yəni sən bunların hər birini bir proqram təminatının içində yazmaq yerinə, bunlar təbii ki ayrı-ayrı proqramlardır. Bunları API vasitəsilə sən öz əsas koduna əlaqələndirə bilirsən. Burada da problem nədən ibarətdir? Burada qeyd etdiyimiz servislərdən birində problem var. Site və ya hansısa proqram təminatı çökürdü. Problemin hansı olduğunu aşkarlamaq vaxt alırdı, uzun proses idi, baş ağrıdırdı. Bu səbəbdən artıq bu mikroservis arxitekturasında olan hər bir servis ayrı-ayrı konteynerlərin içində qaldırılır və Docker mühitində test olunur. Hansısa bir problem yaranan zaman isə sürətli şəkildə yenilənə bilir, problemlərdən qaldıra bilir və izolyasiya olunmuş bir mühitdə belə deyim nəzarətdə saxlanıla bilir. Burada mikroservis arxitekturası böyük tətbiqləri kiçik müstəqil xidmətlərə bölür. Docker hər xidməti ayrı konteynerdə işlədərək tam izolyasiya və asanlıqla miqyaslana bilən sistemlər yaratmış olur. Burada 3 dənə əsas üstünlüyü yenə eyni şəkildə qeyd olunub. Hər xidmət müstəqil konteynerdə saxlanılır, xidmətlər ayrı-ayrılıqda genişləndirilir və bir xidmət sistemə toxunmadan yenilənə bilir. Bu da gələcək tendensiyalardır. Ümidvaram Docker-la bağlı ümumi anlayışları başa düşdünüz. Ümumiyyətlə virtualizasiyanı siz bilməlisiniz ki, Docker anlayışında müəyyən qədər qavraya biləsiniz. O ki virtualizasiyaya baxmamısınızsa, məsləhət görürəm ki, gedib virtualizasiya mövzusuna da bir göz gəzdirəsiniz. Ondan sonra bu hissəyə qayıdasınız. Qeyd etdim ki, bundan sonraki dərsdə isə biz Linux əməliyyat sistemində Docker qaldıracağıq və Dockerin üzərində inşallah Vulnerable Web Application qaldırıb artıq web testlərimizə start götürəcəyik. Hər hansı bir sualınız olsa şərhlərdə yönləndirə bilərsiniz. Bacardığım qədər cavablandırmağa çalışacağam. Növbəti dərslərdə görüşənədək.